Azərbaycan, çıraqların gür yansın, xalqımızın ürəyində nur yansın. Mərd oğullar keşiyində dayansın, yolun haqdır, gözün toxdur millətin. Həqiqətə, ölüm yoxdur millətin. Üzərindən qara yellər əsməsin, ana yurdum Azərbaycan elləri qapınızdan şadlıq ayaq kəsməsin. Xoşbəxt gəlsin yeni ömrün illəri. Bir arzum var, heç olmasın bir qəmin. Ana yurdum Azərbaycan torpağı, bayram olsun, şadlıq olsun həmdəmin. Dalğalansın Azərbaycan bayrağı, dalğalansın Türk Turan bayrağı. Azərbaycan İlk Qadın Xalq şairi Mirvarid Dilbazi. Əziz tədbir iştirakçıları, hər birinizi Vəli Məmmədov adına Mədəniyyət evində Mirvarid Dilbazi Poeziya Məclisi və Mirvarid Dilbazi Poeziya Dərnəyi adından ürəkdən salamlayıram və cəmi şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Ruhunuz şad olsun ey şəhidlər, yurd uğrunda şirin candan keçənlər. Mirvarid Dilbazi Poeziya Məclisi 2019-cu ildən fəaliyyətə başlayıb və fəaliyyətə başlamasında mən Mirvarid Dilbazinin yeganə qızı Xatirə xanıma, yeganə övladına təşəkkürümü bildirirəm. Əgər Xatirə Dilbazi bu təşkilatın yaranmağına razı olmasaydı, qol çəkməsəydi, deməli bu təşkilat yaranmazdı. Mən ona görə də Tarix Muzeyinin direktor müavini Əli Məhərrəmova da təşəkkürümü bildirirəm ki, Mirvarid Dilbazi Poeziya Məclisinin yaranması yolunda bizimlə bərabər çox böyük əziyyət çəkirdi. Xatirə xanım sağ olsun ki, bugün bu tədbirdə iştirak edir. Təşəkkür edirəm, Xatirə xanıma bir alqış gəlsin. Mirvarid Dilbazi yazırdı ki, heç bilmirəm bu yol harda bitəcək. Harda yolum bitəcək, tükənəcək. Qəbrim üstə gül yetişən bitəcək. Xalqım məni rəhmətlə manacaq. Bəli, Azərbaycan İlk Qadın Xalq şairi, Azərbaycan nənəsi, Azərbaycan anası, Azərbaycan qızı, Ulu Öndərin bacım dediyi Mirvarid Dilbazinin ruhu şaddır. Çünki onun çırağını Xatirə Dilbazi yaradır və sizi kimi vətən oğulları, vətən qızları yaradır. Mirvarid Dilbazi deyirdi ki, Tanrıdan bir oğul istədim. Tanrı mənə min qeyrətli oğul verdi. Bax o qeyrətli oğullar Mirvarid Dilbazinin adını uca tutanlardır. Mirvarid Dilbazi ruhuna da salam olsun mənim əzizlərim. Və biz Mirvarid Dilbazi Poeziya Məclisi olaraq fəaliyyətə başladıq. Poeziyamızı təbliğ etdik. Sonra da bir boşluq hiss etdik. O milli dəyərlərimizdən uzaqlaşmaq. Milli dəyərlərimizdən uzaqlaşmaq, öz keçmişimizdən uzaqlaşmaqdır. Və bu təşkilatın fəaliyyəti yolunda mən Azərbaycan Respublikasının Prezident Administrasiyasına sonsuz təşəkkürümü bildirirəm. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin naziri Adil Kərimli cənablarına, Bakı Mədəniyyət Baş İdarəsinin direktoru İbrahim Əliyevə təşəkkürümü bildirirəm. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev cənablarına, Pənah müəllimə sonsuz təşəkkür borcum var. Hər zaman, hər tədbirdə vəzifə borcu olaraq yox, insanlıq borcunu yüksək dərəcədə yerinə yetirərək bu təşkilatın yanında olduğu üçün təşəkkürümü bildirirəm və deyirəm ki, Mirvarid Dilbazi ruhu onun adını uca tutanları qorusun. Təşəkkür edirəm sizə də Turan xanım və bizim hər birinizə var olun. Minnətdaram, bir adları çəkə bilmirəm. Şəhid ataları, bəylər qardaş, inanın, Şuşada Sazlı Sözlü Kəlağayı Günləri Festivalı keçirirdik. Mənə bir maşın lazım oldu. Bax, bu gördüyünüz eksponatları orada sərgiyə aparmalıydıq. İlk dəfə orada Kəlağayı Festivalı keçirirdik. Bir maşın lazım oldu və bəylər qardaş gəldi. Elə yol boyu dedi ki, bu nədir, yığıb aparırsınız? Dedim, Şuşaya gedirik. Dedim, mən şəhid atasıyam. İnanırsınız, bütün varlığım titrədi.
və mənimlə bərabər o əşyaları düşürdü, yığdı və o gündən bu günə inanın Allaha mən doğrudan da fikirləşirəm ki, bu şəhidlər Tanrı tərəfindən seçilmişdir. Ailələri də seçilmişdir ki, onların elə evlatları bizim qeyrətimizi öz qanları ilə, canları ilə dünyaya sərgiləyə bildilər. Və bax, bu gördüyünüz bu eksponatları mənimlə bərabər Bəylər qardaşın köməkliyi ilə biz burada düzənləmişik. Çox sağ olun Bəylər qardaş, təşəkkür edirəm. Şəhid anaları, əllərinizdən öpürəm, könüllərinizdən öpürəm. Bax, sizin kimi anaların, övladlarının sayəsində bugün vətən ayaq üstədir. Var olun, minnətdaram, bir-bir əllərinizdən öpürəm. Allah ayaqlarınızın altından öpürəm ki, nə yaxşı sizi kimi analar gəlib bu tədbirlərdə iştirak edir. Bu da insandan böyük güc tələb edir. Var olun, minnətdaram. Və bugün mənim əzizlərim, burada bir xanım iştirak edir. Sevdə xanım, qalxın bir ayağa, qoy sizi hamı görsün. Şəhid mehmanımızın nişanlısı 32 il yolunu gözləyib və sonda məzarını, nəşini təqdim ediblər və bizim belə qeyrətli qadınlarımız var. Mən deyərdim, siz elə məhəbbətin, səmimiyyətin, sədaqətin, sevginin mücəssəsimisiniz. Azərbaycan qadını. Var olun, əllərinizdən öpürəm. Çox sağ olun ki, gəlmişsiniz. Mənim əzizlərim, bugünkü günümüz mübarək olsun. Məqsədimiz, bax, bu gördüyünüz eksponatlar bizim evdə yerləşirdi. Şahidlər var idi. Ancaq bugün biz bunu elə bil xalqın sərvəti deyərdim, elə xalqın özünə qaytarırıq. Bu gördüklərinizin çoxu elə bizim evinin eksponatlardır. Bu xalça rəhmətlik qaynanamın oğluna verdiyi cehizlik. O vaxt oğlana da verilirdi, oğlan tərəfindən. O birisi xalça da mənim öz cehizdiyimdir. Nə bilim, bu gördüyünüz o sandıqlar, bu sandıq mənim nənəmindir. Belə-belə hamısının öz tarixi var. Və biz də tariximizə nəzər salmaqla mənə elə gəlir ki, tariximizi yaşatmış oluruq. Fəridə xanım, Azərbaycan televiziyasına xüsusi təşəkkürüm var. Hər zaman işıqlandırırsınız. Operator, siz də var olun, minnətdarım mənim əzizlərim. Danışmağa söz çoxdur. Mən bu arada bizim, Rəşadət qardaş bir qalxın ayağa, bizim milli musiqi alətlərinin həm hazırlayır, həm də gözəl ifa edir. Biz Milli Yayla Festivalına tanış olmuşduq. Mən istərdim ki, elə sizi də tanıyalar. Çox sağ olun, var olun. Aşıqlarımız da iştirak edəcəklər. Çox sağ olun. Mən indi sözü vermək istəyirəm. Xətai rayon İcra Hakimiyyətinin şöbə müdürü Pənah İmanova. Buyurun Pənah müəllim. Güllü xanım, heç həyəcanlı olmamısan, amma bu gün həyəcanlısan. Ramil müəllim təqdim eləmədin. Ramil müəllim bizim Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədridir və rayonumuzun Ağsaqqallar Şurasının sədri şəhid Rüfət Əsgərov, Mayor Rüfət Əsgərovun atası, şəhid atası Mürvət müəllim Əsgərov da iştirak edir. Hər birinizi salamlayıram. Yenə də bizim rəhbərliyimiz adından bizim üçün də böyük şərəf oldu. Əslində qalanda ilk dəfə başçı Rafiq müəllim Güllü xanımla tanış olanda, hansı tədbirdə idi, dedi ki, bəs mənim belə bir Kəlağayı muzeyi var evimdə filan. Başçı dedi ki, elə gəl sən yığış burada. Bax, bu təşəbbüs bizim icra başçısından Rafiq müəllimlə gəlmişdi. Onun üzərində biz işlədik. Sonra mən mədəniyyət idarə ilə söhbət edib, sonra da bir dəfə Güllü xanım bu yaxınlarda gəldi ki, ay Pənah müəllim, birə uzandı bu məsələ. Bəlkə bir dənə də Nazirliyə məktub yazdım. Dedim ki, yaz da. Bəs yazmır. Sağ olsunlar. Onlar da çox anlaqlı qarşıladılar. Çox sağ olsunlar. Yəni, bu mədəniyyət evi vaxt var idi. Həqiqətən də bura bu kənd üçün çox yararlı idi. Kənd üçün tədbirlər filanlar keçir. Amma son illərdə demək olar ki, ümumiyyətlə burada heç bir tədbir keçirilmirdi. Mən elə birinci Güllü xanıma dedim, Güllü xanım, bu kənd çoxdandır belə qələbəli görmür. Daha doğrusu bu məkan, bu mədəniyyət evi. Bu günləri artıq o canlanır. Bu günləri Güllü xanımdan biz artıq neçə ildir, neçənci festivalı keçirmişik. Bu gün nə deyəsə üçüncüsü olacaqdır da. İlk festival da Kəlağayı festivalı elə bizim amfiteatrda oldu. Xətai rayonunda Heydər Əliyev parkında. Yəni doğrudan da biz sözün əsl mənasında səs sala bildik. Çünki mədəniyyət elə bir şeydir ki, o insan üçün, o xalq üçün, o millət üçün onun daşıyıcısıdır.
Yəni sənin əxlaqında, sənin belə deyək də gələcəyə baxışında, sənin dünya görüşündə hamısı o mədəniyyətdə. Məsəl üçün deyirik ki, bizim xalçalarımızdakı o ilmələrdə, o naxışlarda mənalar var, fəlsəfə var, filan var. Yəni Azərbaycan mədəniyyəti də, Azərbaycan tarixi də, Azərbaycan fəlsəfəsi özünə məxsusluğu vardı ki, biz o dəyərlərimizi veririk. Bu xalqın dəyərlərində, xalqın belə deyək də istedadlarına, sənətkarlarına bu həmişə ulu öndərimiz tərəfindən verilibdir. Azərbaycan xalqının tarixini yaşatmaq, mədəniyyətini yaşatmaq ulu öndərimizin tövsiyə elədiyi o yollardan birisidir və bugünkü günü də cənab prezidentimizin bizim belə deyək də mədəniyyətimizə, incə sənətimizə verdiyi o töhfələr, verdiyi qiyməti bizim gözümüzün qabağındadır. Mehriban xanım Əliyeva isə tam şəkildə deyirik ki, bu mədəniyyətimizi yenidən muğamızı özümüzə qaytarmaqda, deyək ki, bu xalçaçılığımızı, ümumiyyətlə də adamın bu xalqın bütün sahələrdə olduğu kimi bu sahədə də deməli əməyi çox böyükdür. Və mən də bu günləri bir daha həmişə deyirəm, həmişə telefondan danışında deyirəm ki, sən çox fədakar insansın, ay Güllü xanım. Və bu mədəniyyətin daşıyıcısı olmaq. Özdə bilirsiniz ki, BMT səviyyəsində Azərbaycan kəlağayısı, yəni özünə məxsus bir qiymət aldı. Xanım Mehriban xanım Əliyevanın o təşəbbüsündə hesabına və onun əməyinin belə deyək də nəticəsi olaraq və bu günlərdə biz hər birimiz bax bunun daşıyıcısı olmalıyıq. Mirvari Dilbazi biz uşaqlıqdan o şeirlərlə böyümüşük. Mirvari Dilbazi poeziyası Azərbaycan poeziyasının incilərindən də, onun şeirləri o incilərdən hesab olunur bir mənalı şəkildə. Ümumiyyətlə, həm Azərbaycan, həm də elə bineyi qədimdən həm şairlər, filosoflar vətənidir. Bunu hamımız bilirik. Qadınların da içərisində bax, belə bir sənətkarlar var ki, bu günləri biz çox-çox sevinirik. Mən bir daha sizi təbrik eləyirəm. Xeyirli uğurlu olsun. Bundan sonra bu məkan düşünürəm ki, heç vaxtı boş qalmayacaqdır. Burada müxtəlif tədbirlər keçiləcəkdir və bugünkü açılış mərasimi də elə biz düşündük o vaxtları ki, Güllü xanım təşrif elə dedi ki, daha yaxşı olur ki, bu günləri ot çərşənbəsi günüdür. Elimizin, obamızın ən gözəl bayramlarından o Novruzun gəlişini belə deyək də, qarşılama olan bayramlardan birisi bugün o çərşənbəsidir. O münasibətlə mən bir daha hər birinizi ürəkdən təbrik eləyirəm. Gözəl günlərimiz bol olsun. Biz müqəddəs Ramazan ayı içərisindəyik. Oruç tutanlarımız vardı. Yəni biz həmişə həm dövlət adamı olmuşuq, həm dövlətimizi sevmişik, vətənimizi sevmişik, eləcənə də dinimizə, mədəniyyətimizə qiymət vermişik. Sizi hər birinizə çoxlu uğurlar arzulayıram. Belə günlərimizin sayı boyu çox olsun Güllü xanım. Çox sağ olun Pənah müəllim, təşəkkür edirəm. Bu arada Sayalı xanım elə bu çərşənbə gündən əlaqədar xonça hazırlayıb gətirib. Hanı xonçanız? Neynədiniz? Gətirin bura qoy. Çox sağ olun Pənah müəllim, təşəkkür edirəm. Mən elə indi sözü vermək istəyirəm yapın sədri Ramil müəllimə. Buyurun Ramil müəllim, xoş gəlmisiniz. Hörmətli qonaqlar, hörmətli tədbir iştirakçıları, Azərbaycan xalqının baş tacı olan şəhid ailələrin üzvləri, şəhid ailələri, sizlərin hər birinizi Yeni Azərbaycan Partiyası, Xətai rayon təşkilatının çoxsaylı üzvləri adından salamlayıram. Bilirsiniz ki, Azərbaycan dövləti həm mədəniyyətinə görə, həm milli mənəvi dəyərlərinə görə qədim xalqlardan biridir. Və bugünkü tədbirimiz də bizim milli mənəvi dəyərlərimizdən olan Kəlağayının muzeyinin açılışı ilə əlaqədardır. Bu doğrudan da dövlətimiz tərəfimizdən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən, ölkənin birinci vitse-prezidenti Mehriban xanım tərəfindən hər zaman Azərbaycanın milli mənəvi dəyərlərinin qorunub saxlanılması istiqamətində ardıcıl işlər aparılmışdır. Və bilirsiniz ki, Azərbaycan dövləti qədim bir dövlət olduğu üçün hər zaman bir çox dövlətlər tərəfindən işğal olunmuş və Azərbaycanın milli mənəvi dəyərləri, mədəniyyətinə başqa dövlətlər tərəfindən hər zaman işğalçılıq mövqeyində olmuşdular. Və buna baxmayaraq Azərbaycan xalqı öz milli mənəvi dəyərlərini və mədəniyyətini bugünkü müasir dövrə qədər gətirib çıxartmışdır. Və bu günləri biz bunun bariz nümunəsidir ki, bu günləri biz Azərbaycanın milli dəyərlərindən olan Kəlağayının belə deyək, muzeyinin yaradılması istiqamətində işlər aparılır. Bu doğrudan da çox gözəl təşəbbüsdür.
və Kəlağayının tarixinə baxanda deməli orta əsrlərdən hələ Kəlağayımız milli belə deyək örtük kimi Azərbaycanda istehsal olunmuş. Hətta bu Kəlağayının bizim eradan əvvəl 5-ci, 6-cı əsrlərdə İran Şahı Daranın vaxtında hələ o dövrdə onun sarayında bu kəlağaylardan istifadə olunmuşdu və bu da ona gətirib çıxardır ki, bizim bu milli kəlağayımızın ömrü, tarixi çox qədimə aparılıb çıxarılmışdı ki və bildiyiniz kimi 1862-ci ildə Londonda bu Kəlağayının festivalı keçirilmiş və o festivalda iştirak edən nümayəndələr Kəlağayının necə Avropa ölkələri tərəfində sevildiyini, buradan ora deməli müəyyən qədər Kəlağaya aparılmışdı ki, orada festivala çıxarılsın. Həmin Kəlağayları həmin festivalda Avropanın qadınları çox baha qiymətdən, hələ o dövrdə 1862-ci ildən çox baha qiymətdən həmin Kəlağayları yəni əldə eləmişlər və bu da bizim bu Kəlağaylarının dünyada necə qəbul olunduğunu və qiymət verildiyindən xəbər verir və bu məqsədlə də keçirilən bu tədbirə mən hər birinizə, rayon icra hakimiyyətinin başçısı Rafiq müəllimə bu tədbirin keçirilməsinə və bu muzeyin açılışında göstərdiyi xidmətinə görə öz minnətdarlığımızı bildiririk və fürsətdən istifadə eləyib Ot çərşənbəsi bayramı münasibəti ilə və müqəddəs Ramazan günü bayramı münasibəti ilə hər birinizə can sağlığı arzulayıram. Tutduğunuz oruclar qəbul olunsun. Ürəyinizdən nə arzularınız, nə diləyiniz var, hamısı inşallah həyata keçsin. Çünki Azərbaycan xalqı yaxşı yaşamağa layiq bir xalqdır. Azərbaycan xalqı qəhrəman xalqdır və bu qəhrəmanlığı da aydındır ki, mən çox danışmaq istəmirəm. Bu 44 günlük müharibədə Azərbaycan xalqı necə bir qəhrəman xalq olduğunu nümayiş elətdirdi və bütün dünyaya bunu qəbul elətdirdi. Bir daha hər birinizin bayramınızı təbrik edirəm və bu tədbirin də aparılmasında hər birinizə uğurlar arzulayıram. Sağ olun. Çox sağ olun Ramil müəllim. Doğrudan da çox qürur duyuram. Azərbaycan kişiləri Kəlağayı haqqında bu qədər məlumatlıdır. Var olun, minnətdaram. Mirvarid Dilbazinin qızı Xatirə xanım buradadır. Xatirə xanım, xoş gəlmisiniz. Sizi eşidək. Var olun mənim əzizim. Nə yaxşı ki, hər zaman bizimlə bərabərsiniz. Çox minnətdaram. Öz təşəkkürümü bura gələn insanlara bildirmək istəyirəm ki, siz əziyyət çəkib gəlmisiniz. İnsanlar hərdən xoşbaxtlığı axtarırlar. Amma xoşbaxtlıq həmişə olmur, o anlarla olur. Məsələn, bugün mən çox özümü həddindən artıq xoşbaxt hiss edirəm. Ona görə ki, bugünkü günü siz elə bil ki, anamı mənə təzədən qaytardınız. Mən bir daha hiss elədim ki, doğrudan mənim anam həmişə deyərdi ki, sən təkcə mənim evladım deyilsin, bütün elin evladları, oğlanları, qızları, hamısı mənim evladlarımdır. Mən əvvəla bizim dövlətimizə təşəkkürümüzü bildirmək istəyirəm. Xüsusən hörmətli prezidentimiz İlham Əliyev cənablarına, Mehriban xanım Əliyevəyə. Bir də mən onu demək istəyirəm ki, biz bugün ona görə xoşbaxtıq ki, biz burada yığılmışıq. Dünya nə üstündədir? Hər yerdə müharibələr gedir. Biz gör nə qədər xoşbaxtıq ki, bizi qoruyur bizim ordumuz. Allah onların canını sağ eləsin. Allah şəhidlərin qarşısını, valideynlərin qarşısında mən baş əyirəm. Mənim aləmimdə şəhidlər sağdılar. Onlar getməyiblər bu dünyadan. Onların hər qanı elə bil ki, bir qızıl gül ləçəyidir. Mən arzu eləyirəm ki, bizim qazilərimiz tezliklə ayağa dursunlar. Və mən yenə də demək istəyirəm ki, mən ona görə xoşbaxtam ki, Güllü xanım əziyyət çəkib. O bu günləri bizi hamımızı bura yığıbdır. Xüsusən məni də yadından çıxartmayıbdır. Çünki hərdən olur da o uzaqlaşırıq, yağış yağır, qar yağır, Güllünün yolu uzaq, bizim yolumuz yaxın. Güllü xanım, mən sizə can sağlığı, mən sizə xeyir dua verirəm ki, Allah eləsin ki, həmişə buranın işığı yansın, buradan daha gözəl yerləriniz olsun. Çox sağ olun ki, siz bu milləti yığmışsınız bura. Çox sağ olun. Çox sağ olun Xatirə xanım. Mirvarid Dilbazi yazır ki, ayrılığın nə dəhşətdir Xatirə. Ürəyimi bir od yaxıb yandırır. Onun adı məhəbbətdir Xatirə. Var olun Xatirə xanım. Sonra bir söz də demək istəyirəm ki, yəni ki, insan çox qəribə bir məxluqdur. O yadında saxlamalıdır ki,
hər anın, hər saniyənin bir hökmü var. Məsələn, mən elə bilirdim ki, mən 59 il anamı yeganə evladı idim. Çoxsa onu bilmirlər. Çünki o vaxtı televiziya gəlib anamı çəkəndə mən idim, anamın 2 dənə nəvəsi, 3 dənə nəticəsi var. Anam xoşbaxtdır ki, bunları hamısını görübdür. 59 il mənim elə bilirdim ki, dünya çəhrayı rəngindədir və insan əlindəkinin qiymətini bilməlidir. Çünki itirəndən sonra lazım deyil insan özünü vursun, öldürsün. Hər anın, valideynlərin, atanın, ananın, qardaş bacıların qədrini bilmək lazımdır. Yəni, mən arzu edirəm ki, mənim məsələn doğmalarım, Vəfa Quluzadə mənim doğma xalam oğlu idi. Yəni ki, biz bir yerdə böyümüşük, amma hər şey getdi. İndi yeganə Güllü xanım, siz qalmışsınız, siz məni yada salmışsınız, çox sağ olun. Mən sizə ən gözəl arzu, özümə nə arzu edirəmsə, sizə də onu arzu edirəm. Çox sağ olun Xatirə xanım, var olun. Allah sizi qorusun. Xatirə xanım Mirvarid Dilbazi ömrünü yaşayır. Çox sağ olun. Mən o ola bilmərəm. Bizim üçün əzizsiz, Mirvarid Dilbazinin qızısınız. Çox sağ olun mənim əzizim. Deməli, əziz tədbir iştirakçıları, dünən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən zəng etdilər, bu tədbirə xeyir-dua verdilər. Və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi cənab İbrahim Əliyevlə görüşümüz oldu. Elə o da bizə xeyir-dua verdi və biz bu dərnəyi yarada bildik. Bugün Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən Şəms xanım buradadır. Şəms xanım çıxış etmək istəmir. Deməli, gəlişiniz üçün təşəkkür edirəm, var olun, diqqət vermişsiniz. Ancaq bir-iki söz deyə bilərdiniz. Vəli Məmmədov adına Mədəniyyət Evinin direktoru Cavid müəllim danışmaq istəmir. Qalxın bir sizi görsünlər, tanısınlar ki, buranın direktoru sizsiniz. Sizə də uğurlar arzulayıram. Və mən indi sözü vermək istəyirəm Xətai rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərova. Mürvət Əsgərov da sağ olsun, hər zaman həmişə deyir ki, yanınızdayam. Hörmətli tədbir iştirakçıları, bugünkü gündə Güllü xanımın yanında olduğuna görə bu Kəlağayı ev muzeyində açılışında iştirak elədiyinizə görə hər birinizə minnətdaram. Həqiqətən də Kəlağayı bizim qadınlarımızın o baş örtüyü, onların alicənablığını, nətər deyirlər, gözəl görünməsini, namuslu, qeyrətli olmasını təbliğ edən bir baş örtüydü. Mən həqiqətən də əvvəl biz rayonda yaşamışıq. Mənim anam həmin o Kəlağayını örtəndə həmişə yaşmaq vururdu. O yaşmaq da elə bir ki, özündən böyüklərin yolunu, hörmətini saxlamaq bir əlamət idi. Belə bir işin davamçısı olan hörmətli Mirvarid Dilbazi xanımın davamçısı olan Güllü xanım, sizə mən müvəffəqiyyətlər arzu edirəm. Həqiqətən də mən bir şəhid atası kimi bir neçə dəfə sizin şəhid tədbirlərini aparmasını və onlar haqqında şeir deməsini görmüşəm və sizə öz minnətdarlığımı bildirirəm. Allah sizə bu gördüyünüz işdə müvəffəqiyyətlər nail eləsin. Şəhidlərimizin də ruhu şad olsun. Həqiqətən də o şəhidlərimizin əməyi nəticəsində, Ali Baş Komandamızın rəhbərliyi nəticəsində ki, bizə yazılan, qızıl hərflərlə yazılan o tarixi biz yaşayırıq. Həmin o tarixdə olan şəhidlərimizin adlarına şeirlər yazılması, kinolar çəkilməsi, nə bilim, təbliğ olunması həm Mədəniyyət Nazirliyinin, həm də ki, yerlərdə sizi kimi ictimai təşkilatların o hörmətini, münasibətini biz görürük. Çox sağ olun, sizə işlərinizdə müvəffəqiyyətlər arzu edirəm. Bayaq burada dediniz ki, o şəhid nişanlısı, mən həqiqətən də elə xanımlarımızın qabağında baş əyirəm. Sağ olun. Çox sağ olun Mürvət müəllim, minnətdaram. Mənim əzizlərim, vətənimizin bütövlüyü, azadlığı, suverenliyi uğrunda canından keçən, bütöv gedib yarımcan qayıdan oğullarımız var.
Burada bugün qazilərimiz var. Rafael Tağzadə, şair qardaşımız və Talih Əliyev. Elə mən istərdim ki, qazilərimizi qoşa gəlsin bu səhnəyə. Buyurun. Mirvarid Dilbazi yazır ki, bir canım var, sizə qurban, Azərbaycan oğlanları. Mərdliyi unutmur dövran, mərd keçdiz qanlı yolları, ey vətən qəhrəmanları. Düşmən yurtda yurt salmasın, yurt düşmənə qalmasın, vətən oğulsuz olmasın, Azərbaycan aslanları. Adım şair, özüm ana, mən yazıram yana-yana, qan salanı düşsün qana, qana saldı cavanları, bir canım var. Bir canım var sizə qurban, Azərbaycan oğlanları, Azərbaycan aslanları. Eşq olsun qazilərimizə. Təşəkkür edirəm Güllü xanım. Mən də hər birinizi salamlayıram. Şəhid ailələrinin qarşısında baş əyirəm. Bugün həqqi mənada belə mənim üçün və mənə gəlir ki, hər biriniz üçün çox gözəl bir hadisədir, tarixdir, yadda qalası və yaşanası bir tarixdir. Biz Güllü xanımdan bu günü çox arzulamışıq. Hətta biz o Kəlağay filmini çəkəndə, Baskala gedəndə biz oraları gördük və orada mən dedim ki, sizin muzeyiniz bundan yaxşı olacaq və bir muzey yaratmaq lazımdır. Güllü xanım həqiqi mənada çox zəhmətkeş insandır. Bəlkə də bizim, məsələn, şəxsən mənim təsəvvür elədiyimdən də daha çox fədakardır. O milləti sevəndir və millətin o tarixini yaşatmağa çalışan bir insandır. Biz burada oturanların əksəriyyəti onun bu Kəlağay ilə bağlı nələr yaşadığını, nələr elədiyini və istirahət bilmədən rayon-rayon gəzməyi, Kəlağayını təbliğ eləməyi və onu deyərim ki, Azərbaycana bizə yenidən qaytarmağının hər birimiz şahid olmuşuq. Bu çox fədakarlıqdır və mən inanıram ki, tarix heç vaxt Güllü xanımı unutmayacaq. Təkcə bu fəaliyyətinə görə. Həqiqətən də bundan sonra bu muzeyi gəlib, indi dərnək deyək, muzey deyək, amma istər-istəməz bizim içərimizdə bir muzeylik var. Adını nə qoysaq da. Bura gəlib gedənlər həddən çox olacaq. Bura təkcə Azərbaycandan yox, gələn qonaqlar da gələcək, görəcəklər və görəcəklər ki, biz tariximizi necə sevirik və o mənəvi dəyərlərimizi necə qoruyuruq. Mən bir daha uğurlar diləyirəm. Arzu edirəm ki, bu fəaliyyət biz elə hesab edək ki, ilk addımlarını atır və bu fəaliyyət get-gedə genişlənsin və sizin səfərlər təkcə Azərbaycana yox, bütün şərqə, sonra Avropaya yayılsın və görsənsin ki, bizim dəyərlərə münasibət bildirir və belə təkər insanlarımız var. Təşəkkür edirəm. Əziz, hörmətli tədbir iştirakçıları, mən də sizi ilk öncə yaşadığımız bu günləri münasibəti ilə söhbət xalqımızın və bütövlükdə dünyanın ən qədim bayramlarından biri olan Novruz bayramı münasibəti ilə və o cümlədən İslam aləminin ən hörmətli, ən izzətli bayramlarından olan 11 ayın sultanı adlandırılan Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Güllü xanıma yeni layihəsinin fəaliyyətə başlaması münasibətinə bir daha uğurlar arzulayıram. Bayrağımız haqqında belə bir gözəl ifadə var ki, yoxdan yaranıb göylərə uzalan. Güllü xanımın bugün bizə burada nümayiş etdirdiyi bütün eksponatlar, hansı ki, bayaq özü də qeyd elədi çıxışındakı, bu sərvətlər Azərbaycan xalqının milli mənəvi dəyərləridir. 100 illərin, 1000 illərin sərvətlərinin nümunələridir ki, burada bayaqlarım bizim hörmətli qonaqlardan biri də çıxış edərkən Kəlağay haqqında bildirdi ki, hələ 5000 il bundan əvvəl. Bəli, Kəlağay qədim olduğu qədər də həm də Azərbaycan xalqının yaratmış olduğu maddi mədəni nümunədir. Bu baxımdan Güllü xanım sizə təşəkkür eləmək istəyirəm mən də ki, siz yeni layihənizlə əvvəlki işlərinizi keyfiyyətcə yeni bir mərhələyə daşıdınız. Və mən də Rafael müəllim kimi əminəm ki, sizin fəaliyyətiniz bundan kifayətlənməyəcək. Əksinə, siz hər dəfə bir yeni uğura imza atanda elə bil sürətiniz ikiyə vurulur. Buna da əminəm ki,
hər bir təşkilat üçün, fərqi yoxdur, dövlət olsun, ictimai olsun və yaxud özəl sektor olsun, onun daimi fəaliyyət göstərməsi üçün qərargahın olması olduqca vacibdir. Mən bu baxımdan fürsətdən istifadə edib Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Mədəniyyət Nazirliyinin Bakı şəhər baş idarəsinə və Xətai rayon icra hakimiyyətinə təşəkkür edirəm ki, vaxtında Güllü xanımın bu fəaliyyətini görüb qiymətləndirdiniz. Mən Xətai icra hakimiyyətinin nümayəndəsi hörmətli Pənah müəllimin də o fikirlərinə qatılıram ki, bu məbəd uzun illər idi ki, belə bir isti nəfəslə qızınmırdı. Amma mən əminəm ki, Rəfal müəllimin qeyd elədiyi kimi təkcə Kənd Əhmədlinin sakinləri deyil, təkcə Bakı şəhərinin sakinləri deyil, ölkəmizin vətəndaşları və Bakı şəhərinə xüsusən ziyarətə gələn xarici turistlərin də növbəti illərdə ən çox sıx-sıx ziyarət elədiyi məkanlardan biri bura olacaqdır və əminəm ki, siz gələcəkdə buranı bir filial kimi çalışdıracaqsınız və qeyd elədiyim kimi fəaliyyətiniz sizə yeni stimullar verəcəkdir. Bir daha hər birinizə təşəkkür edirəm, zəhmət çəkib bugünkü tədbirə qatıldığınıza görə. Çünki yaxından uzaqdan Güllü xanımın fəaliyyətini biz də sevərək izləyirik, çalışırıq ki, onun uğurlarına azacıq da olsa bizim də bir qatqımız olsun. Bunu niyə xüsusilə vurğulamaq istəyirəm? Təşkilatlar var ki, əldə etdiklərini bəzən 2-yə yox, 3-ə bölür, 4-ə bölür. Onun birini təşkilata yatırım eləyir. Amma Güllü xanım hər dəfə bu təşkilatdan nəsə qazanc əldə eləyəndə onun üzərinə də nəsə özündən əlavə edir, işi böyüdür, fəaliyyətini şaxələndirir. Bax, biz bugün onun şahidiyik. Bir daha təşəkkür edirəm, çox sağ olun Güllü xanım. Təbriklər və uğurlar, ardı gəlsin. Çox sağ olun, minnətdarım. Oldu, sağ olun, minnətdarım mənim əzlərim. Mədəniyyət evi nə vaxtdır ki, fəaliyyətində belə fəaliyyət dayanmışdı deyərdim. Bəlkə nə vaxtdır buradan nə səs gəlirdi, nə saz səsi, nə poeziya səsi. Ancaq bugün bizim Rəşadət qardaşımızın sayəsində, Nazənin qızımız sayəsində sazımız da dilləndi. Həmin o qara zurna da dilləndi və Aşıq Ramin buyursun. Sazımızı beynəlxalq səviyyədə, yüksək səviyyədə təbliğ edən, təqdim edən, Borçalı aşıq sənətindən pöhlələnən və gənc ustad yolu gedən Ramin Qarayev buyursun. Bir telli saz havalansın, görək necə havalanır. Çox sağ olun Güllü xanım, təşəkkür edirəm. Sizi və burada əyləşən dəyərli, gözəl tədbir iştirakçılarını salamlayıram. Mirvarid Dilbazi Kəlağayı Dərnəyinin açılışında xoş gördük, xeyirli olsun, uğurlu olsun. Və arzu edirik ki, burada həmişə saz səsi gəlsin, söz səsi gəlsin və gözəl insanlar buranı gözəlləşdirsin həmişə. Siz bayaq vurğuladınız ki, Azərbaycan, yəni qadınlardan ilk xalq şairi əlbəttə Mirvarid Dilbazi xanım olub və onu da nəzərinizə çatdırım ki, ilk dəfə xalq şairi, böyük ustadımız, böyük şairimiz Səməd Vurğun adına təsis olunub və ilk dəfə kişilərdən Səməd Vurğuna verilibdir və sonra Mirvarid xanıma verilib. Odur ki, böyük şairimiz Səməd Vurğunun da bu illəri bilirsiniz ki, cənab prezidentimiz 120 illiklə bağlı sərəncamı imzaladı. Elə yerinə düşərdi ki, onun bir gözəl şeirinlə mən sizləri salamlayayım. Baş üstə deyim. Deyir, hər papaq qoyana kişi desəm mən, kişilər inciyər səxavətimdən. Elə qadınlar da yetirir vətən, günahdır onlara kişi deməsən. Mirvarid Dilbazi. Başına döndüğüm ey gülüzlü sonam, ömrümün ilk çağı yadıma düştü, yadıma düştü, yadıma düştü.
Şairler vətən bizim tərəflər. Şairler vətən bizim tərəflər. Tərlan boyları yadıma düşdü, yadıma düşdü. Qoy qadanalım. Sən bizim ellərin ruhuna bir bax, bizdən inciməmiş bir əziz qonaq. Nişanlı qızların görüşdən qabaq telini saymağı yadıma düşdü. Hani at sürdüyüm boranda qarda, gəzdim aşıq kimi min bir diyarda. Gülüb oynadığım toyda, mağarda. Oynadığım toyda mağarda, gülüb oynadığım toyda mağarda qızların qol bağı yadıma düşdü. Köylərə baş çəkir göyəzən dağı, axşam açıb olur ayın qabağı. Bizim gəlinlərin bayram qabağı, bizim gəlinlərin bayram qabağı, fəsər yaymağı yadıma düşdü. Balam balamsan, harda qalansan, sən nə yamansan, qoy qadanalım. Hayal gezdi yaranı, gözünde oynadı dağın boranı. Kışın buz katı, yayın ayranı. Kışın buz katı, yayın ayranı. Payızın kaymağı yadıma düştü. Yadıma düştü, yadıma düştü. Qoy qadanalım. Vurğunun xayalı gəzdi aranı, gözündə oynadı dağın boranı. Qışın buz qatığı, yayın ayranı, payızın qaymağı yadıma düşdü. Ay Ramin, bir telli saz havalandı nə gözəl. Unutmayaq əhdi, andı nə gözəl. Məclisimiz nağıllandı nə gözəl. Havalandım havasına bu sazın. Güllü Eldar, bu saz sənə həyandı. Dinlədikcə çox murazım oyandı. İnanın Allaha, bu görüşdən ömrüm nura boyandı. Havalandım havasına bu sazın, havasına bu sazın. Yaşasın sazımız, sözümüz, kəlağayımız. Var olun, minnətdaram. Mənim əzizlərim, bugün tədbirdə şəhid anaları iştirak edir. Şəhid atası Səməd bəy. Məzarsız şəhidimiz İbrahim Vəlizadənin atasıdır, Naxçıvanın Şərur rayonundan. Təşəkkür edirəm gəlmisiniz. Bəylər, qardaş, bir-iki söz sizdən eşidək. Mən də sizin bu Dilbazi, Mirvari Dilbazi poeziyanızın açılışına sizə uğurlar arzu edirəm, təşəkkür edirəm. Bir şəhid atası kimi, Kapitan Pənav Əkbərin atasıyam.
xeyir dua verirəm. Sizə uğurlar olsun. Sağ olun. Çox sağ olun. Təşəkkür edirəm mənim əzizim. Xoş gördük yanam. Təqdim edin özünüzü. Mən də salamlayıram burada olan bütün iştirakçıları. Həqiqətən siz özünüz Ados kimi özünüzə güllüsünüz. Bizi üçün həmişə dəyərlisiniz. Biz 5 ildir, 6 ildir biz sizlə oturub dururuq. Bugünkü bu Mirvari Dilbazi açılışımız, bizim bu Xətai rayonunun bu gözəl irəli sürməyi bizim həqiqətən ürəyimizi çox açdı. Allah sizi var eləsin. Rafiq müəllimin də Allah canını sağ eləsin. Bu yolunuz, işiniz uğurlu olsun, axarlı olsun, daim olsun, üzünüz həmişə gülər olsun. Güllü xanım, çox sağ olun. Mən də Abbasov Elvinin anası Bahar Ana idim. Bağışlayın, axırda dedim. Sağ olun. Çox sağ olun Bahar Ana. Alnınızdan öpürəm. Mənim əzlərim, mən həmişə deyirəm, mən xoşbəxtəm ki, Xətai rayonunda yaşayıram. Xətai rayonunda xoşbəxtdir ki, mən buradayam, bu rayondayam. Buyurun mənim anam, canım mənim, xoş gəlmişsiniz. Salam, mən də bütün məclis əhlini salamlayıram. Çox sağ olun Güllü xanım dəvətiniz üçün. 2016-cı il aprel döyüşlərinin şəhidi Oruzov Müşfiqin anasıyam. Bugünkü tədbirdə iştirak üçün sizə minnətdarlığımı bildirirəm. İzləyirəm işlərinizi, məclislərinizi. Çox sağ olun, var olun. Azərbaycan xalqına məxsus olan qədimi adət-ənənələrimizi, milli irsimizi davam etdirən əşyaların təbliği bugün vacibdir. Çox sağ olun. Kəlağayı bizim üçün çox müqəddəsdir. Azərbaycan xanımlarının baş örtüydü və onların namus, qeyrət rəmzidir. Sağ olun, var olun, uğurlu olsun işiniz. Yeni muzeyin açılışına görə də təbrik edirəm hamını. Davamlı olsun belə tədbirləriniz. Sağ olun. Çox sağ olun. Allah razı olsun. Mayqa anam, əzizimiz, Borçalı Maralı, bəylər qardaşımın can yoldaşı. Buyurun. Sağ olun Güllü xanım. Ben Kapitan Pənah Əkbərin anası Mayqa anam. Sizə uğurlar arzulayıram. Çox gözəl, bugünkü günü bundan da geniş yerlərdə həmişə belə tədbirlər keçirəsiniz. Xeyirli uğurlu olsun. Bir şəhid anası kimi xeyirdamızı verməyə gəlmişik. Gözəl bizim ot çərşənbəmizdir. Hamını salamlayıram. Uğurlu xeyirli olsun. Hamının ruzusu, can sağlığı arzulayıram. Sağ olun. Salam, hər vaxtınız xeyir olsun. Mən Kapitan Füzuli Əliyevin anasıyam. Təbrik edirəm, minnətdaram ki, bizi dəvət eləmişsiniz. Uğurlar arzulayıram. Çox sağ olun. Çox sağ olun, minnətdaram, alnınızdan öpürəm. Mehmanın nişanlısı, sevdalı sevdamız, canım mənim, eşidək. Hər birinizi salamlayıram. Bütün şəhid ailələrin, şəhid ataların, anaların salamlayıram. Xoş gördük deyirəm. Mən bütün şəhidlərimizə, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Mən bütün şəhid analarının əllərindən öpürəm. Qarşılarında baş əyirəm. Qaldı ki, Güllü xanım, sizə çox sizə təşəkkür edirəm dəvətiniz üçün. Azərbaycanın vətənpərvər qızı, bütün Azərbaycanın bizim milli dəyərləri bütün dünya tanıtdığınız üçün, bütün onları, bütün gənclərə, bütün dünya tanıtdığınız üçün sizə minnətdarlığımı bildirirəm, dərin təşəkkürümü bildirirəm. Sizə uğurlar arzulayıram. Daha da zirvələrdə olasınız, daha da tanıdasınız bizim milli dəyərlərimizi. Çox sağ olun, var olun. Öpürəm sizi. Mənim əzizlərim, bildiyiniz kimi 8 mart Beynəlxalq Qadınlar Günüdür. Hərə bir cür o bayramı qeyd edir. Mən belə qərara gəldim ki, Mirvarid Dilbazi Poeziya Məclisi olaraq, Mirvarid Dilbazi Poeziya Dərnəyi olaraq elə bu məkanda biz Sevda xanım və Ayda xanım Şirinovana görüş keçirək. Elə buradakıların hamısını dəvət edirəm. Nə var restoranda, nə var mənəviyyatda var, nə var insanlıqda var. Gəlin, bax biz 8 martı belə nümunəvi xanımlarla keçirək. Məncə gözəl olar. Deyirlər ki, o günü zəng eləmişəm, Ayda xanım deyir ki, Gül xanım 8 martda hərə bir yandadır. Kim gələcək? Dedim ki, insanlığa kim dəyər verir, onlar gələcək. Onlar bizə bəsdir, mənim əzizlərim. Aybəniz xanım şəhid bacısıdır. Buyurun Aybəniz xanım. Gül xanım,
bugünkü gün üçün hamını təbrik edirəm ki, o çərşənbəsidir, milli dəyərimizdir o da. Və sizə də təşəkkür edirəm bu milli dəyərlərimizi qoruduğunuz üçün. Mirvari Dilbazi anamızı həmişə öndə saxladığınız üçün, səsləndirdiyiniz üçün, yaddan çıxmağa qoymadığınız üçün təşəkkür edirəm. Sizə uğurlar arzulayıram. Çox sağ olun mənim əzizlərim. Mən indi səhnəyə şəhid bacısı, mənim şair bacım, Mirvari Dilbazi Poeziya Məclisi İdarə Heyətinin üzvü Lalə İsmaili dəvət edirəm. O gəncdir, məncə bu pilləkənləri çıxa bilər. Ona görə də səhnəyə dəvət edirəm. Buyursun Lalə xanım. Məzarsız şəhidimiz İsmail Baratoğlu İsmailovun bacısıdır. Mən Lalə xanımla tanış olanda özüm mətəl qaldım. Biz bir neçə il idi tanış idik və sonra itkin şəhidlərimizə aid bir kitabın onlayn təqdimatında gördüm Lalə xanım oradadır. Bir də baxdım ki, sən demə şəhid bacısıymış. Yəni belə qadınlarımız da var. Buyurun Lalə xanım. Mirvari Dilbazi anamızın adını yaşadan bu dərnəyiniz mübarək olsun Güllü xanım. Mirvari Dilbazi kölgəsi zaten Azərbaycanda böyükdür. Biz də o kölgədən istifadə edirik. Ruhu şad olsun şairimizin, anamızın, Azərbaycan qadının. Mən deyirəm ki, əgər yaşasaydı Mirvari dana, sizi oxşayardı telli durnalar. Dizərdi şeirini o yana-yana, qanadı şimşəkdən yelli durnalar. Sizə sinəsində çalardı layla. Deyərdi ay yeddi civanım layla, bəlkə ağrınızı alardı layla, taleyi muğamdan dilli durnalar. Çiçəklər açılıb, çöllər qurulub, suları bulanmış göllər durulub, dağlara gün doğub, bağlar baralıb, qaydın a bizim elli durnalar. Deməyin kəm yazı, qısa ömürlü, məkanı müəmma, məzarı sirli, şəhadət yerləri ocaqlı, pirli, məqamı cənnətdə bəlli durnalar. Əcəldən hünərli, ölümü canlı, əməli şərəfli, amalı şanlı, əyninin kəfəni müqəddəs qanlı, lalənin köksündə xallı durnalar. Şəhidlərimiz bizim üçün köksü yaralı xallı durnalardır. Bütün şəhidlərimizin ruhu şad olsun. Güllü xanım, Müşfiqimizin anasına az öncə söz verdiniz. Bugün anamızın doğum günüdür. Mən anamızı təbrik eləyirəm və əllərindən öpürəm, əziz anam. Təşəkkür edirəm hər birinizə. Güllü xanım, hər zaman mübarizə, hər zaman uğurlar ardında və nailiyyətləriniz gözəl olsun. Uğurlar. Minnətdaram. Sağ olun Lalə xanım, var olun. Mənim əzizlərim, burada özümə bənzər bir xanım var. Çox sevirəm onu, lap çox. Turan xanım. Deməli, o qədər qoçaqdır ki, o qədər sadədir ki, Kəlağayı festivalında mənimlə bərabər bunları bir düzür, düzənləyir, yaraşdırır, nə fason bilir, özü belə gözəl, yarı yaraşıqlı olduğuna baxmayın. O qədər sadədir ki, və mən bildim ki, buna bir söz vermək geciksə də inciyən deyil. Ancaq fəxr edirəm belə xanımlarla. Ona görə ki, səmimidir, ona görə ki, sadədir. Xətai rayon İcra Hakimiyyətinin əməkdaşı, düzgün təqdim edir. Baş məsləhətçisi və hər işə cani könüllə nə vaxt narahat etsək, heç belə ruhu da incimir. Çox sağ olun mənim əzizim. Buyurun sizi də eşidək. Sizin də zəhmətiniz bu yolda böyükdür. İlk öncə dəyərli qonaqlarımızı salamlayıram. Sağ olun ki, bugün gəlib bizim rayonun qonaqları oldunuz. Güllü xanım, bugünə qədər sizin fəaliyyətiniz geniş olub. Sərgiləriniz də olub, festival da olub və s. Amma bütün bu fəaliyyətiniz səyyar şəklində olub. Amma bugündən etibarən sizin artıq öz yeriniz var. Səyyar fəaliyyətiniz zamanda ən əsas siz Xətai rayonunda məskunlaşmısınız. İlk öncə 1-ci Kəlağayı festivalı da cənab başçımız Rafiq Quluyevun təşəbbüsü ilə inşa olunmuş amfiteatr səhnəsində keçirtdik. Gözəl bir tədbir oldu, ajataj yaratdı, maraq yaratdı.
İkinci festivalımızı da Xətai rayonunda keçirtdik. Hər zaman da bizim rayonun tədbirlərində fəal iştirak eləmisiniz. Buna görə təşəkkürümüzü bildiririk. İnşallah uğurlarınız bol olsun. Bu gözəl məkanınız həmişə gedişli, gəlişli, sazlı, havalı, mahnılı, qonaq qaralı olsun. Uğurlar sizə bir daha. Çox sağ olun Turan xanım, təşəkkür edirəm. Deməli, mənim əzlərim ilk Çalağay festivalında cənab Rafiq Quliyev iştirak etdi. Mən o qədər duydum ki, şəhid analarınla bir doğma münasibət ana bala kimi və hər şəhid anasına orada bir Çalağayı hədiyyə etdi. Ona görə də elə buradan minnətdarlıq dolu salamlarımı göndərirəm. Rafiq müəllimə, buyurun. Yola salın. Xatirə xanım, çox sağ olun. Mənim əzim Xatirə xanım bir alqışlarla yola salaq. Gəlişi üçün təşəkkür edirəm. Var olun. Dilarə xanım, siz də sağ olun. Əziyyət çəkdiniz. Minnətdaram Xatirə xanım. Sözünüz varsa deyə bilərsiniz. Gözəl Kəlbəcərli sazımızın çox gözəl tərənnüm edir. Gözəl təbliğatçısıdır. Billur kimi aydan arı, durudan duru səsi var. Buyursun gözəl xanımımız. Buyurun. Salamlayıram hər birinizi. İnşallah uğurlu olsun. Hər zaman uğurlu deyə bu günə kimi gəlmişik. Çiyin-çiyinə, belə deyək. İnanıram ki, çalağımızın səsi bütün başqa bir ölkələrdən də gələr. Bir yerdə həm sazımızın, həm çalağımızın. Çalağayını da oxuyacağım, amma istəyirəm ki, öncə ustadlarımızdan oxuyum. Aşıq Ələsgərdən. Görürsən mi yavrun baxan gözəli, görürsən mi yavrun baxan gözəli, tərlan kimi necə cilvələnibdir, ay cilvələnibdir. Öz nurundan xalqa ilay bilahi, öz nurundan xalqa ilay bilahi, qaşları qüdrətdən sürmələnibdir, ceyran ölürəm. Xoş saatda xoş gəlibdi cahana, yoxdur gözəlliyə qusur bahana. Qənd əzilib dilə düşə dahana, qənd əzilib dilə düşə dahana, qaymaq dodaqlara bal bələnibdir, bal bələnibdir. Ələsgər qurbandır belə gəlinə, Ələsgər qurbandır belə gəlinə, sana kimi cumum eşqin gölünə, eşqin gölünə. Gümüş
Gümüş kemer xub yaraşır beline, gümüş kemer xub yaraşır beline, yaxası qızıldan düymələribdir, düymələribdir, yaxası qızıldan düymələribdir, gəl qadana İpəkdəndir sevincimin axışı, abır həyanı saxlar nə yaxşı. İpəkdəndir sevincimin axışı, abır həyanı saxlar nə yaxşı. Hərilməsi bir sevgili baxışı, hərilməsi bir sevgilin axışı, artırar qəmzəni nazı kalağay, sevgiyə kökləyər sazı kalağay. Artırar qəmzəni nazı kalağay, sevgiyə kökləyər sazı kalağay. Hər butası bir möhürdür, bir xaldır, dəyərinə dəyər verən mahaldır. Hər butası bir möhürdür, bir xaldır, dəyərinə dəyər verən mahaldır. Güllü bir tas kimi başına saldı, güllü bir tas kimi başına saldı. Çünkü güzelliğin gözü kalağay, artırar qəmzəni nazı kalağay. Çünkü güzelliğin gözü kalağay, artırar qəmzəni nazı kalağay. Sevgiye kökləyər sazı kalağay, sevgiye kökləyər sazı kalağay. Eşq olsun, gözəl təşəkkür edirəm. Mən yazıcı, politolog Reyhan Mirzazadəyə söz vermək istəyirəm. Ona görə ki, çox məşğul, o vaxtının az olmasına baxmayaraq vaxt tapıb bugün bizimlə bərabər bizim yanımızdadır. Bir tədbirdə tanış olduq. Elə özü məndə Kəlağayını gördü və o gündən bu günə Kəlağayı bizi birləşdirdi. Bir daha hamınızı xoş gördük mənim əzizlərim. Bu ilki mart ayı o qədər əlamətdardır ki, o qədər zəngin hadisələri var ki, mən bilmirəm hansından başlayım, hansında nöqtəsini qoyum. Əvvəla biz elə bir ocağa gəlmişik ki, məhz bu ocağın Vəli Məmmədovun adına olması da bu da bir tarixi hadisədir. O da bizim bir ictimai, siyasi, dövlət xadimi olaraq bir şəhidimizdir. Allah ona qəni-qəni rəhmət eləsin. Vəli Məmmədov həm dövlət xadimi idi, həm də yazar idi, ədəbiyyatşünas idi və onun ilk tədqiqat əsərləri Nərimanov haqqında yazılan, Azərbaycanda yazılan ilk tədqiqat əsərlərindən müəllifi olub Vəli Məmmədov və eyni zamanda da bilirsiniz ki, böyük dövlət siyasi xadimi olubdur və məlum Qarakənd hadisələrində bizim bir neçə misli olmayan, dəyərli dövlət xadimlərimizin içində şəhid olan, vətən yolunda, torpaq yolunda şəhid olan insanlarımızdan biridir. Allah ona qəni-qəni rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz həmişə onlara borcluyuq, hər an borcluyuq və mən məzarsız şəhid kəlməsindən həmişə kövrəlirəm. Məzar gəlin belə deməyək də. Çünki o şəhidlərin ünvanı bizim ürəyimizdir. Azərbaycan xalqının ürəyidir, Türk dünyasının ürəyidir. Və onlar yaşayır, bütün şəhidlərimiz yaşayır. Amma torpağa hələ ki qovuşa bilməyən, yəni onlar cismən əlbəttə ki tapılacaq, onlar üzə çıxacaq, amma ürəklərdir, milyonlarla sayı 50 milyondan yuxarı olan Azərbaycanlıların ürəyindədir olar. Və o ürək həmişə döyünür, böyük şövq ilə döyünür. O ürəklər döyündükcə, nəsillər dəyişdikcə o şəhidlərimiz də həmişə
yaşayacaqlar. Onların sevgisi, sevdası nəsillərdən nəsillərə keçəcəkdir. Mən burada Sevda xanıma, Sevda xanım, mən sizi ilk dəfə televiziyada görəndə sizin haqqınızda məlumatı alanda o qədər kövrəldim və eyni zamanda da qürur duydum. Azərbaycan qızının ləyaqəti, Azərbaycan qızının qeyriyyəti, namusu bir daha bütün dünyaya yayıldı. Bax, biz buyuq və bu bizik. Mən bayaq nasazlığımı dedim, həqiqətən də üzürlü hesab edin. Çünki kəlağayılar məndə elə evdə elə müqəddəs yerdədir ki, onu tapıb çıxartmağa imkan olmadı. İstəməzdim bu sirri açam, amma sirri açıram. Çünki bizim böyük şairimiz Səməd Vurğunun 120 illiyi ilə bağlı prezidentimiz bayaq sağ olsun Aşıq Ramin də onu qeyd elədi, sərəncam imzalayıbdı. Və mən demək olar ki, bir həftədə yatmıram, yoxu nə olduğunu bilmirəm. Səməd Vurğun haqqında bir geniş miqyaslı alınır artıq. Çünki elə bir xəzinədir ki, elə bir mən bir zəngin bir dünyaya qərq olmuşam ki, o qədər dərinliklər var ki, Səməd Vurğun misli olmayan bir şair olub Azərbaycanda və şair də Azərbaycanda. Və təsəvvür eləyin ki, Orta Asiya xalqları arasında, Avropa xalqları arasında, hələ Sovet dövründə Səməd Vurğun qədər şeirlər həsr olunan ikinci bir Azərbaycan şairi olmayıb. Baxıram Qazax şairlərindən, nə qədər Səməd Vurğuna və bunları bir-bir tapıb, məndə çox sayılı külliyyatlar evdə var, onlardan istifadə edirəm və arxivlərdən istifadə edirəm. İstəyirəm ki, gənc nəsil bunları görsünlər, bilsinlər, bunlar arxivlərdə itib batmasınlar. Bunlar bizim baş tacımızdır, bunlar bizim sərvətimizdir, kapitalımızdır, bizim dövlətimizdir, hər şeyimizdir bizim. Ona görə də biraz gərginliklə işləyirəm. Səməd Vurğunun adı gələndə bilirsiniz, Mirvarid xanımın adı, mən 30-dan yuxarı kitabın müəllifiyəm və elə bir kitabım olmayıb ki, mən orada Səməd Vurğundan və Mirvarid xanımdan söz açmayayım. Mirvarid xanım həqiqətən bir filosof şairədir. Mirvarid xanım misli olmayan qadın şairlərimizdən biridir. Mən deyərdim, dünyanın ən zəngin, yaradıcılıq olan şairlərdən biridir və mən çox sevinirəm ki, bunun Mirvarid xanımın adını daşıyan belə bir məclis məhz Güllü xanıma nəsib olubdur. Güllü xanım, bu böyük şərəfdir və siz o qədər zənginliklə çalışırsınız, ürəyinizin yağını əridirsiniz, gözünüzün nurunu bəxş eləyirsiniz. Mən bütün bunlarda ilk növbədə sizin ailənizə minnətdaram, sizin həyat yoldaşınıza minnətdaram. Bilirsiniz, ailə başçısı stimul olmayanda, həyat yoldaşına, qadına, xanıma dəstək olmayanda heç bir xanım bu nailiyyətlərin üstündən gələ bilməz, öhdəsindən gələ bilməz. Böyük kişidir, mən ona dönə-dönə təşəkkürümü bildirirəm ki, sizin kimi xanım bu qədər fədakarlıq göstərirsə, onun da burada böyük köməyi var, onun da burada rolu var. O ruhu sizə təlqin eləyən ailə başçısıdır. Ailədən gələn bir, nətər deyim, xeyir-duadır. Birinci xeyir-duanı siz ailənizdən alırsınız, ananızdan alırsınız, onun əllərindən öpürəm. Əlbəttə, mənim sözüm çoxdur, çox danışa bilərəm. Mən sizə xeyir-dua verirəm, mən sizi çox sevirəm. Bilirsiniz ki, məqam tapdıqca mən sizin tədbirlərinizə gəlirəm. Yenə də mən, siz Azərbaycanın bütün güşələrində olursunuz, iqlimdən iqlimə keçirsiniz və bu tədbirlərdə o da çoxlu xanımlarımız var, şəkilləri görürəm, baxıram, qürurlanıram. Mənəvi dəyərlərimizi yaşatmaq lazımdır. Bax, bugün yaşatmaq lazımdır, sabah yaşatmaq lazımdır. Yəqin ki, mənə başa düşə biləcəksiniz ki, yəni düşürsünüz də ki, çox böyük ehtiyacı var buna. Həqiqətən çox böyük. Mən Azərbaycanın sizə dəstək olan başqa rayonların bütün dövlət strukturlarına təşəkkür edirəm. İcra başçılarına minnətdaram. Kim ki sizə kömək olur, arxa olur. Sizə kömək olmaq Azərbaycanın milli dəyərlərinə kömək olmaqdır. Bizim sabahımıza kömək olmaqdır. Var olun, çox sağ olun, təşəkkür edirəm. Qarşıda gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün xanımları təbrik edirəm. Burada oturan kişilərin həyat yoldaşlarını, bacılarını, analarını təbrik edirəm və xanımlar, sizə ikicə kəlmədən ibarət bir arzu var. Qadın saadəti. Onu diləyirəm sizə. Hamınızın əllərindən öpürəm, var olun. Novruz bayramınız da mübarək olsun. Ramazan bayramınız da mübarək olsun. Tək xalqımıza bayramlar nəsib olsun. Çox sağ olun Güllü xanım. Mənə ana qədər doğma olan insanlar var. Vallah, qohumluqla, qanla deyil. Bəzən insan elə bir könülla insanlara bağlanır. Mən könülla bağlandığım insanlar çoxdur. Onların biri də prezident təqaüdçüsü, əmək qəhrəmanı, zamanında Heydər Əliyevin çox böyük dəhvər verdiyi əmək qəhrəmanı Tərlan Musayeva buyursun. Tərlan Musayeva çox mənəvi dünyası zəngin olan, sadədən sadə tanınmış bir adamdır. Və hər zaman Mirvarid Dilbazi poeziya məclisinin yanında gəlir, maddi dəstək olur. O hərdən onun nənələr konfeti uşağın cibinə belə qoyur. Bir də görürsən, yaxınlaşır ki, ay qız açsan, səhərdən bunu ye. Ay qız bunu ala taksi pulu eləyir, nə bilim. Yəni bunu söhbət ondan getmir. Yəni insana belə
Yananlığını demək istəyirəm. Yəni budur Tərlan xanım. Var olun Tərlan xanım. Sizə təşəkkür edirəm. Çox sağ olun. Sizdən çox razıyam. Bu yaxınlığınız üçün, bu doğmalığınız üçün. Buyurun. Artıq söhbətlərdə Güllü xanım, mən sizə təşəkkür edirəm məni dəvət etdiyiniz üçün bu tədbirə. Tədbir bizim tədbirdir. Mən də Mirvarid Dilbazi adına Poeziya İctimai Birliyi İdarə Heyətinin üzvüyəm. Güllü xanım mənə böyük dəyər verib bu idarə heyətinin üzvü seçməkdə. Yəni mən yazar deyiləm. Məni deyəsən özünüzə qoşa-qoşa məni də axırda yazar eləyəsiniz. Öncə məclis iştirakçılarını salamlayıram. Xoş gəlmisiniz. Bu tədbir həm Güllü xanımın tədbiridir, həm hamımızın tədbiridir. Çoxdan arzuladığımız bir tədbirdir Güllü xanım. Sizlə bərabər biz də sevinirik. Bura yığışan insanlar sizi sevən insanlardır. Sizə dəyər verən insanlardır. Siz Azərbaycanımızın dəyərli xanımısınız, siz Azərbaycanımızın qeyrətli qızısınız, siz Azərbaycanımızın maddi dəyərlərinə dəyər verən bir xanımsınız. Mən də ona görə sizi sevirəm. Yəni sizin bu qədər ki, öz maddi deyim ki, mənəviyyatınızı heç vaxtı güdməmisiniz. Həmişə xalqımız üçün, millətimiz üçün, həmişə nə xeyirlidirsə, onu siz əldə etmək üçün çalışmışsınız. Buranın əvvəlini görənlər də yaxşı bilir ki, bu şəkildə olmayıbdır. Xanım, bəlkə də bir aydan artıq da burada nə zəhmət qoyur, nə əziyyət qoyur. Bunu rəhbərlik də bilir, sadə insanlar da bilir, bura gələnlər də bilir. Mən nə deyim, bu məkanın əldə olunması üçün sizə deyim, yaxından kömək edən insanlara, Xətai rayon icra hakimiyyətinə, Mədəniyyət Nazirliyimizə, xırda sizin haqqınızdakı ürəyindən keçibdir ki, mənim bir yerim olsun. O darısqal evdən mən bu eksponatları çıxardım, geniş bir yerə düzüm. Onu xalqıma göstərim, cəmatıma göstərim, onu el-eba üçün göstərim ki, bunlar bizim milli dəyərlərimizdir. Bunlar itib batmasınlar. Bax, ən xırda bir sözü də sizin xeyrinizə deyən insanlara çox dərin təşəkkür edirəm. Çünki mən də özüm xalqımı sevən, milli dəyərlərimizi sevən bir Azərbaycan xanımı olduğum üçün mən sizdən yaxınlıq eləyirəm. O qədər sizə bağlıyam ki, sizin ki bu qədər, sizdə həvəs var, sizdə ki maraq var, sizdə ki bu qədər enerji var. Bu qədər enerji var. Yorulmadan çalışırsınız. Yenə deyirəm, bayaq dediyim kimi, heç vaxtı öz maddi xeyrinizi güdməmisiniz. Ancaq istəmişsiniz ki, bəli, bax, siz özünüzdən sonra nəsə bir şey qoyub gedəsiniz. Siz çox şey qoyub gedəsiniz. Ona görə ki, bax bizim bu yaylıqlarımız, kəlağaylarımız, hamısı sandıqlarda, hamımızın var idi. Hamımızın evimizdə var idi. Mənim anam da örtüb bunu, nənəm də örtüb, mənim bibilərim, xalalarım, yəni yaşlı nəsil hamımız örtüb. Amma uzun müddət idi ki, bilirdik ki, bunlar hamısı qalıb sandıqlarda, örtən yoxdur. Biz onları siz çıxartdınız o sandıqdan. Bu nə idi? Bu bilirsiniz bizim keçmişimizi, bizim milli adətlərimizi, milli geyimlərimizi üzə çıxartmaq. Biz bu nədir? Keçmişimizi indiki gənclərimizə yada salmaq. Bunlar az məsələ deyil və bunun öhdəsindən siz gəldiniz. Gənclərimiz indi xeyir iş eləyəndə qızlarımız hamısı artıq kitay yaylıqları yox, şərfləri yox, deyir mənə kələğağa gətirin. Bu nə deməkdir? Milli bizim geyimimizə verilən dəyər sizin sayənizdədir. Güllü xanım gedirəm, qadına baxı. Kələğay Güllü, kələğay. Güllü, yəni ki, bu o kələğay ilə tanınır. Güllü xanım həm kələğayımızın təbliğatçısı, həm də onun daşıyıcısıdır. Artıq onu daim örtür. Biz tədbirlərə zada gedəndə örtürüksə, amma Güllü xanım onu daim örtür. Artıq onun daşıyıcısıdır. Bu böyük bir məsələdir. Bu da yeni deyirəm, milli dəyərlərimizə verilən dəyərdir, sizin dəyərinizdir. Sizin əməyinizi itirə bilmərik. Yəni, başa düşürük sizdən yaxın olan insanlar. Hər zaman sizə kömək etməyə hazırıq. Bu arzunuza yerinə yetdiyi üçün sizi təbrik edirəm. Bu yeni məkanınızı Allah sizə xeyri versin. Həmişə bizə sözlü, söhbətli, sazlı, sözlü olsun bu yeriniz. Biz də gərək iştirak edək yaxşı tədbirlərdə. Gözəl bir gündə bunu siz təşkil eləmişsiniz. Bu tədbirinizin açılışını eləmişsiniz. Bugün ikinci çərşənbəmiz, o çərşənbəsidir. Bu münasibətlə mən təbrik edirəm millətimizi, burada yığışanlarımızı. Allah bütün ocaqları yandırsın, Allah bütün ocaqlarımızı isti eləsin, sürfələrimizi bol eləsin, ayranlarımızı bir də gözəl eləsin.
Ramazan bayramımızın müqəddəs. Bunların hamısı sökənib bugün sizin keçirdiyiniz bu milli tədbirinizə. Yəni biri dini bayramımızı, müqəddəs oruçluq bayramımızı təbrik edirəm. Allah bütün oruçlarımızı, namazlarımızı, deyim ki, dualarımızı qəbul eləsin. Bugün bizim yəni milli bayramımızın ikinci çərşənbəsidir. Bu da gözəl bir gündür. Yəni ki, siz elə seçim eləmişsiniz ki, doğrudan da hamımız üçün yadda qalan bir gündür. Təbrik edirəm, uğurlu olsun, xeyirli olsun sizin bu yəni ki, açılışınızda, bu yeriniz, yurdunuzda. Allah yenə deyirəm, həmişə buranı belə gözəl işlər üçün təşkil eləyəsiniz. Çünki çox əziyyət çəkirsiniz. Bir tədbir keçirdəndə gedib haradasa keçmək, artıq bilirsiniz ki, öz yeriniz var. Burada şəhid anaları, şəhid ataları oturublar. Mən onların əllərindən öpürəm, onların qarşısında baş əyərəm, onların mürvəflarının ruhları qarşısında baş əyərəm, qazilərimizin qarşısında baş əyərəm. Yəni deyirəm, bu gözəl günü bizə bəxş edən dövlətimiz qarşısında baş əyərəm. O şəhidlərimizin sayəsində biz bu gözəl günləri əldə eləmişik. Ordumuzun sayəsində Allah ordumuzu qorusun, Allah sizləri qorusun, yenə deyirəm. Hər birinizə təşəkkür edirəm bugün bu tədbirdə iştirak etdiyiniz üçün. Çox sağ olun Tərdə xanım, təşəkkür edirəm. Son zamanlar toylarda xarici musiqilərdən istifadə edirlər. Adını bilmirəm. O bəy gəlin içəri girəndə nədir o? Nədir bilmirəm onun adı? Nədir? Yox, vağzal yox. Hə, bax nədirsə bir adı var. Ancaq mən istərdim ki, bax zurna deyirlər, zurnaçılar dəstəsi deyirlər. Bax onu da önə gətirmək lazımdır. Həmişə bizim toylarda, toylarımızın yaraşığı evimizə gəlin gəlir, qara zurnada elə gözəl ifa olunurdu ki, bu saatda mənim qulağımdadır. Mənim əmim zurnaçılar dəstəsi idi. Çox gözəl ifadə edirlər və ona görə də mən bugün Rəşadət qardaşım bura dəvət etmişəm. Biz Rəşadət müəllimlə Milli Yaylaq Festivalında bərabər yanaşı sərgidə idik. Bilal Erdoğan, Erdoğan'ın oğlu yanımızdan keçəndə gözəl ifasının qarşısında dayandı və dinlədi. Hətta bir yaxşı qiymətə də bir dənə zurna aldı. Uğurlar arzu edirəm. Mən istəyirəm elə Mədəniyyət Nazirliyi də, ondan sonra Bakı Baş Mədəniyyət İdarəsi də tədbirlərinizə dəvət edin ki, bax musiqi alətlərini yaşadan, tanıdan, ifa edən bizim Rəşadət qardaşımız var. Buyurun. Salamlayıram hər birinizi. Çox sağ olun ki, məni də dəvət elədiniz bura. Bugün mən burada bayram axşamlarında zurnada ifa eləyəcəm. Burada ritim yoxdur. Xahiş eləyərdim, bir sapan çalardı. Yəni ritmi tutardıq da elə. Sağ ol. Təşəkkür edirəm, çox sağ olun, sizə uğurlar. Mən Fəridə xanıma söz vermək istəyirəm, bizim əzizimiz, gözəl yazışımız. Mən sizi ora görürsüz dəvət etmədim, bizə əziyyət olmasın. Buyurun bir-iki söz. Çox sağ ol Güllü, təşəkkür edirəm sənə. Uğurlu olsun, xeyirli olsun inşallah, amin. Hər kəsin də bayramı mübarək olsun. Bu gözəl günləri bizə qismət elədiyin üçün bir daha sənə təşəkkür edirəm və bu işdə sənə yardımcı olan hər kəsə də minnətdaram. Əzizim Güllü xanım, mən sizi yeni dərnəyinizin açılışı münasibəti ilə ürəkdən təbrik edirəm. Siz dayanmadan, yorulmadan Kəlağayının Azərbaycanın bütün rayonlarında sandıqlardan çıxartmağa gücünüz çatdı və inşallah Allahın köməkliyi ilə bütün arzularınız həyata keçər. Bundan da uca zirvələrə ucalarsınız. Bu böyük bir işdir. Yorulmadan, qətiyyən siz usanmadan çalışdınız.
Allah sizə bu işdə istədiyiniz yolları yenə də xeyirli açsın. Burada hər zaman musiqi səsi ucalsın və işləriniz avan da olsun. Ürəkdən sizi təbrik edirəm. Minnətdaram Sultan xanım, təşəkkür edirəm. Var olun, saz sənətinin təbliğatı yolunda saz ifa eləməsəniz də o saz ifa edənlərin yanındasınız. Gəlişiniz üçün var olun. Minnətdaram mənim əzizlərim. Nigar xanım uzun zaman Səudiyyə Ərəbistanında yaşamış və bugün tədbirə qoşulub. Bilmirəm, taksi ilə sizin taksiniz biraz tez. Gəlin. Güllü xanım çox unikal bir xanımdır. Çünki o doğrudan da bu kəlağayları, bu bizim yəni milli dəyərimizi sandıqlardan çıxardıb, o birinci çıxardıb sandıqlardan. Yəni çoxdan bu unudulmuşdu. Və nəinki Azərbaycanda, Azərbaycan regionlarında, yəni bütün regionları tək-tək gəzib, tək-tək gedib, yəni təbliğ eləyib, həm də xaricdə, həm də Rusiyada və Türkiyədə və inşallah bundan sonra da bəlkə başqa ölkələrə də bu təbliğ çatacaq. O gələcək, onun o addımları çox uğurlu olsun. Mən onu çox istəyirəm, çox sevirəm. Çünki doğrudan da bu əsl Azərbaycan xanımıdır. Əsl gözəl ürəkli, özü də gözəl, ürəyi də gözəl, ruhu da gözəl, mənəviyyəti gözəl. Bax, belə bir xanımdır. Ona görə ben de bugün görürsünüz bu xalağayını bura salmışam boynuma. Gizlətməyin. Davam odur mənim da. Mənim bağışlayın bir. Ramiz Qusar çayını yazır deyir, mənim davam Azərbaycan davasıdır. Mənim də davam Kəlağayı davasıdır. İstifadə edirəm, gözəl görünür. Eləyirəm, istifadə eləyirəm. Həmin o Səudiyyə Ərəbistanda 19 il mən işləmişəm. İnanınız ki, mən öz nənəmdən yadigar yəni qalıbdı. Aparmışdım özümlə. Aparmışdım 2002-ci ildə mən aparmışdım Kəlağayları cürbəcür rəngdə və orada da doğrudan da geyinmişəm də, şəkillərim də var. Ona görə mən də orada yəni ki, heç olmasa belə qiyabi olsa da, yəni təbliğ eləmişəm də. Şeirlərimdə yazmışam. Sonra məsələn Meksikan radiosu var. Orada da yəni mən ingilis dilində tərcümə eləmişəm və orada da yəni ingilis dilində başqa insanlar da başa düşsün. Yəni bu şeirləri demişəm. Ona görə uğurlu olsun bu açılış. Yəni çox yəni axarlı olsun, uğurlu olsun və həmişə yəni bizim qadınlarda, gəlinlərdə, qızlarda hamıda biz yəni bu kəlağayları görək inşallah. Təşəkkür edirəm. Çox sağ olun Nigar xanım. Bizim gənc qızımız, solo saz ifaçısı Nazənin xanım buyursun. Onu da dinləyək. Çox sağ olun. Minnətdaram, sağ olun. Çox sağ olun. Nazənin xanım da bizim sazımızın gözəl təbliğatçısıdır. Hər kəs salamlayıram. O çərşəməzi təbrik edirəm. Qarşıdan gələn 8 martınızı təbrik edirəm və mənə Kəlağayını uşaqlığımdan bəri sevdirən Güllü xanım da çox sağ olun deyirəm. Uğurlarınız davamlı olsun. Qısa bir üstadnamə deyəcəm. İfamı da belə yığacam, eləyəcəm, hər kəs anlayıram. Deyir ki, dəli könül, məndən sənə əmanət. Demə bu dünyada qalım yaxşıdır. Bir gün olar, qohum qardaş yad olar. Demə ulusun var, elim yaxşıdır. Bir məclisə varsan özünü öymə, şeytana bac vermə, kimsəyə söymə, qüvvətli olsan da yoxsulu döymə, demək ki zorluyam, qolum yaxşıdır. Xəstə qasım kimə qılsın dadını, canı çıxsın, özü çəksin odunu, yaxşı gidi yaman etməz adını, çünki yaman addan ölüm yaxşıdır. Brilliant xanım buyurun, siz söz adamısınız. Bir iki söz sizdən eşidək. Mən sizin hər birinizi təbrik eləyirəm. Bu gün münasibəti ilə təbrik eləyirəm. Üzümüzə gələn bayramlar münasibətindən təbrik eləyirəm. Və bir şey demək istəyirəm ki, bu Güllü xanım haqqında hamı gözəl-gözəl təriflər deyir. Çox sağ olsunlar. Mən bundan qorxuram açığı. Cəmaət məndən qorxur, mən bundan qorxuram.
Demək, bu elə bir insandır ki, o pələk pəncəsinin üstünə başını qoyub, elə bil ki, yatır. Yatır, qalxanda bir ideya, qeyri-adi bir ideya yaradır. Bu elə bir insandır. Həmən pələngə bənzəyir bu. Bunun örkənin üstünə darı səpmək olmaz. Yəni ki, axşam yatır, deyir ki, ay yoruldum, öldüm, daha qutardım bu işlə. Mən heç vaxt nə eləməyəcəm. Deyirəm, Güllü, yat, sabah qalxanda baxarıq. Sabah qalxanda, deyir, bir ideya gəlvək beynimə, filan şey eləmək istəyirəm. Yəni, bu belə insandır. Mən bunun bu gününü təbrik eləyirəm və arzu eləyirəm ki, bundan da böyük günlərə sahib olsun. Buna inanıram, çünki mən bir qonaq yerindəydim, böyük şairlərimizdən biri, tanıyan da olar yəqin ki, Rəqib Nazimoğlu'nun evindəydim, qonaq idim ona. O dedi ki, mənim oraya salamımı çatdırarsan, tədbir, onun İsmail'də də iş oldu, çağırdılar, getdi. Dedi, o tədbirə mənim salamımı çatdırarsan və o Güllü xanıma xüsusi salam deyərsən bir daha. Çünki mən dedi, o qızı çox sevirəm. Hələ onda olan o enerjini mən heç kəsdə görməmişəm ki, o qızda elə bir enerji var. Allah bunun enerjisini daha da artıq eləsin ki, bu bizim bu millətimizin, millət dəyərlərimizin qeyrətini çəkən, onu yaşadan insanlardan biridir. Bəlkə də birincisidir. Bu əlinə aldı, bu Oxananın şəkilidir bu. Oxananı Brilliant ana bizim muzey üçün hazırlatdırıb hədiyyə veribdi. Onu deməsən də olar, yəni mənim üçün vacib deyil o. Bir gün dedi ki, mən bilirəm də, mən həmişə bunun yanında olmasam da, həmişə əlaqəmiz var. Dedi ki, mənə otaq veriblər. Dedim, çox gözəl, sevindim. Allah şahiddir hər kəsin qəlbinə. Mən bu milli dəyərlərimizi sevən adamam. Qədimi şeyləri sevən adamam. Bu xana dedi ki, gəl sən o xanaya bir gör şeir yaza bilirsənmi? Xananın yanına qoyacağım. Ay Allah, bir neçə gün çalışdım. Birdən olur da, birdən də olur bu sifarişlə şeir yazmaq, yazanlar bilir, çətin olur adam üçün. Nə eləyim, nə qayırım? Hər şey gərək Allahdan gələ. Mənim bir yazım var, deyirəm Allahdan gəlməyən şeir deyil. Ona şeir demirlər. Demək, gəldi bir neçə bayatılı bənd gəldi sinəmə. Bu da bir nənənin dilinlə yazmışam, Bismillahla başlayır. Dedi, nə qoymuş, bu şeirin adını nə yazıq? Dedim, qoymuşam da Bismillah. Bunun nənə başlayıbdı, xana toxuyur, Bismillahla başlayıbdı. Bundan artıq nə ola bilər? Allahın rəhimli, Allahın adınla başlayır bunu. Bundan böyük adı yoxdur. İndi bunu sən tut. Bunu heç mən şeir oxumuram. Kömək eləyim, birini sən, birini mən oxuyum. O da var. Deyir ki, nənəm qalxıb bir səhər Bismillah söylədi. Qaldırıb əllərini Allaha sidq eylədi. Qurdu o xanasını bayatı deyə. Astı yumaklarını, boyunu öyə. Xana mənim, qurulmuş xana mənim, bir xalıt oxuyuram. O sənin, xana mənim. Xana verdi, xan aldı. Xana verdi. Köçən qıza atası cehizlik xana verdi. Əzizim xana bəndi, götürməz xana bəndə. Hərə bir yana getdi, mən oldum xana bəndi. Yatmadı gecə gündüz, toxudu gözəl xalı. Xalıya baxanların xoş olurdu əhvalı. Eşitdi alatoran nənəm azan səsini. Elhamdülillah deyib vurdu son ilməsini. Vurdu son ilməsini. Çox sağ olun Brilliant ana. Mən yenə sizin hər birinizi gələn bayramlarınız münasibətindən təbrik eləyirəm. Hər birinizə can sağlığı arzulayıram və bir şey arzulayıram ki, bu qızı buraxmayaq. Çox sağ olun. Mənim əzizlərim, deməli mən buranı düzənləyəndə qonşular yaxınlaşdı. Hamı çox sevindi. Gülnaz ana, qurban olaram sənə. Sənin o kəlağayına. Gəl görün bir səni görsünlər. Necə sevindi. Gəldi. O nənələr demiş, iş avantlıq verdi. Bugün də bəzənib kəlağayısını örtüb gəlib nəvəsindən. Nəvəsi də rəssamdır.
O rəssam qızımız sən də gəl bura. O da nəsə orada yaradıbdı. Onu da istəyirsən onu da gətiriylə baxsınlar. O rəsmlər də bunu da. Nənə xoş gəlmisən canım mənim. Siz bizim keçmişimizsiz. Buyurun. Xoş gəlmisiniz bizim kəndə. Səfa gətirmisiniz. Güllü xanıma yardımcı olduğunuza görə təşəkkür edirəm sizə. Bizim kənddə belə bir şey olmamışdı. Bura bir mədəniyyət evi idi. Rəqs gəlirdilər, musiqi alətləri çalmağa gəlirdilər. Amma belə bir şey olmayıb kəndimizdə. Çox gözəl. Nətə deyim, keçmişimiz var burada bizim. Siz hamımız bir əsərsiz, gənclərimizə nümunəsiz. İstərdim ki, bizim gənclər elə alətlər var burada ki, tanımırlar. Güllü xanımın əsas də deyirlər, təbəssümü ilə bunları bilərlər. Gənclər gəncliyə apararlar. Nə deyim, mənim davamçıdır, mən rəssam deyiləm. Mən xalçaçılığı qurtarmışam. Lətif Kərimov, xalq rəssamı bilərsiniz, müəllimim olub mənim. O rəssamlıqla davam edir. O da incə sənətdir, o da incə işdir. Nə deyə bilərəm, xoş gəlmişsiniz, çox sevindim. İstərdim burada bizim gənclərimiz gəlsin, geçsin, sizin səbəbiniz olasınız. Biraz... Mən sizin kimi danışa bilmərəm, mən bir nənəyəm. Kəndimizin çox sevirəm, cəmaatını çox sevirəm. Gəlib gedərsiniz, görərsiniz də oradan da kəndimiz gözəldir. İşlər də gedib, abadlıq işləri də gedib, çox gözəl yardım edənlərə təşəkkür edirəm. Burada şəhid analar, atalar var, baş əyirəm. Elə oğullar yetişdiriblər, vətənləri canlarından çox seviblər, şəhidliyə ucalıblar. Allah Taala rəhmət eləsin. Sizlərə də can sağlığı versin. Xoş gəlmişsiniz bir daha. Səhvim varsa üzr istəyirəm. Bu nənənin oğlu da gəldi, gəlini də gəldi. İnanın Allah, o qədər sevinir. Kənd sakinləri Pənah müəllim. Çox sevinclidirlər. Və bizim bu rəssam qızımız da dərnəyin üzvüdür. Şəkilləri oradadır. Bir rəsm də burada çəkibdir. Sözün varsa buyur qızım. Sözün düzü, mən rəssamlıqda birinə borcluyamsa, təbii ki, ailəmə, ilk öncə nənəmə borcluyam. Nənəm sayəsində mən 5 yaşından da rəsmə gedirəm, getdikcə sərgilərə də qatıldım və mən bu sənə rəssamlığın dalınca getdiyim üçün çox xoşbəxtəm. Mən bir çox sərgiyə qatıldım, amma bu sərgilərdən ən çox heyran qaldığım Səttar Bəhluzadənin əsəri oldu. Bu əsər... Göstər, iki rəsmi gətir, göstər, qoy görsünlər. Bir də yanındakı. Bir də güllü çiçəkli qız. Və biz belə istedadları üzə çıxarmalıyıq, yollar açmalıyıq, ruh verməliyik. Bundan medal alıb qızımız, bundan da diplom alıb. Diplomları çoxdur, yəni vaxtımız azdır, hamısını gətirə bilərik. Çox sağ olun mənim əzizlərim və mən onu da deməyi çox sağ ol qızım, uğurlar arzuyla minnətdarım. Çox sağ ol nənə. Bizim bu gördüyünüz burada rəsmlər ki var, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəsmini Gülnarə Məmmədova İmişli bölgəsindən rəssamımız yaradıbdır. Ondan sonra Mirvarid Dilbazinin, Aşıq Ələsgərin Çərşənbə gündə Çeşmə başında kompozisiyası və bir neçə burada rəsm əsərləri ona aiddir və onun eksponatlarıyla da, rəsmlərinlə də bizim bu muzey zənginləşibdir. Biz sizin vaxtınızı çox aldıq, tədbirin sonuna doğru yaxınlaşırıq. Sayalı xanım, siz gəlin buyurun bir-iki kəlmə, bir müəllim kimi sizdən də bir-iki kəlmə eşidək. Ona görə ki, bu uzun yolun yolçuluğunda, bax bu eksponatların düzənləməyində Sayalı xanımın mənlə burada zəhməti olubdur. Qızı da Xətai rayon 59 saylı məktəbdə müəllimə işləyir. Əvvəllər bir başqa məktəbdə direktor idi. Buyurun Sayalı xanım. Buyurun, buyurun, buyurun. Biraz səbr eləyin, az qalıb, nə? Çox sağ olsun. Onsuz da bu hədiyələrlə bu muzey zəngindir. Nənə də bir kəlağayı gətirdi. Gülnaz nənə sağ olsun. Çox sağ olsun. Nə gözəl, nə gözəl. Muzeyimiz zənginləşir, maşallah olsun. Kimdə nə var gətirsin, bərəkətdir. Çox sağ ol Güllü xanım. Çərşənbə günündə Çeşmə başında gözüm bir alagöz xanıma düşdü. Bax, o çərşənbələrimizi bizim eramızdan əvvəl neçənci illərə gedib çıxıb, 4-cü, 5-ci əsrlərə gedib çıxıb. O vaxtdan bəri biz o çərşənbələri 4 ünsürlə qeyd eləyirik, 4 çərşənbəni.
Bugün ot çərşənbəsidir. Bu çərşənbəmiz mübarək olsun. Yəni Novruza gedən yolumuzda uğurlar arzulayıram. Hər birinizin bayramı mübarək olsun. Allah hamınıza can sağlığı versin. Güllü xanımın bax bu evi, bu yeni məkanı nurlu, işıqlı olsun, bərəkətli olsun, çoxlu eksponatlar gəlsin. Güllü xanımın evi doludur. Bunlarla hələ bir hissəsini gətirib, bir hissəsi qalıb. Burada sığışmır. Bundan da böyük yer lazımdır. Mən təbrik edirəm gələcək Novruz bayramımızı, Ramazan bayramınızı, hamınızı təbrik edirəm. Sağ olun. Çox sağ olun Səhər xanım, mənim əzizlərim. Hər birinizə minnətdaram. Qızıl kimi vaxtınızı ayırdınız, gəldiniz. Bugün Mirvarid Dilbazi Poeziya Dərnəyinin açılışı oldu. Mən də çox qürurluyam, çox sevincliyəm. Mənim o azacıq zəhmətimə böyük dəyər verdiyiniz üçün çox sağ olun. Tədbirimiz sona çatdı. Var olun. Minnətdaram. Allah razı olsun hər birinizdən.